Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 21-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilən məlumata əsasən martın 21-də imsak vaxtı saat 05:16-da, iftar vaxtı isə 19:08-dədir. İlahi, bugün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər. Bugün şeytanın mənə hökmranlıq yollarını bağla. Cənnəti mənim üçün mənzil və aramgah et. Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.